Əziz və dəyərli dostlar, ilk öncə sizləri ürəkdən salamlayıram və mən istəyirəm ki, bu məqamda mənim dəyərli dostum, şair dostum, Şirvan elinin çox dəyərli, qiymətli şairlərindən olan hamının sevimlisi, poeziya sevərlər onu çox sevir. Furqani qardaşımızın yeni çıxan kitabı olan Vicdanı Yaşadan Səs adlı kitabını təqdim edim. Bilməyənlər agah olsun. Çox gözəl, dəyərli şeylər burada yer alıb və kim istəsə bu kitabdan Furqani qardaşımıza müraciət edə bilər. Artıq kitab köşklərində satışdadır və ruhuma, qəlbimə yaxın bir şeirlərdən səsləndirim, sizə ərmağan edim. Qeybət eləmirəm, söz gəzdirmirəm, Allahın yolunda düz adamıyam. Xəbislik, əyrilik gəlmir əlimdən, saflıq dünyasının tuz adamıyam. Şükür bir üzlüyəm, saxta deyiləm, vicdandan, qeyrətdən axta deyiləm, qar boran deyiləm, şaxta deyiləm, bahar təravətli yaz adamıyam. Tanrıdır cismimin əzəl xarratı, bəllidir əslimin, nəslimin zatı, dədəmiz Qorqudun əsl evladı, qopuz adamıyam, saz adamıyam. Halal ruzisi ilə öyünənlərin, insan tək ucalıb sevilənlərin, ürəyi haqq ilə döyünənlərin, yaxın adamıyam, öz adamıyam. Furqaniyəm, nəfsim, gözüm tox, şükür. Qara bir əməlim, işim yox, şükür. Şükür bu günümə, şükür, çox şükür. Tanrım qismət edib, söz adamıyam. Eşq olsun dəyərli Furqani qardaşımıza.